Salam millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram uşaqlar. Hər birinizi xoş gördük. Bu günlərdə videomuz olacaq və düşünürəm ki, maraqlı olacaq uşaqlar. Çünki strategiyamız eynidir. Həmən strategiyadan biz burada da yararlanırıq uşaqlar. Deməli, keçək biz monitorumuza görə nə var, nə yox. Bütün rəsmi linklər aşağıda, həmən broker linki aşağıda. Buralarda sizə promokod saxlamışam. Promokoddan yararlanaraq bonus əldə edə bilərsiniz uşaqlar. Çox danışmayacağım mən. Hal-hazırda birbaşa seçirəm neçədə 3 dəqiqə, 2 dəqiqəlik time frame və biz $250 buradan aşağı əməliyyat açırıq. Görürük, gözəl bir tendensiyamız aşağı gedir. Dostlar, 15 saniyəlik time frame-dir. Keçək biz böyük time frame-ə baxaq, görək orada nə var, nə yox. Düzdür, ideal bir yerdən girməmişik, çünki hal-hazırda buralar bomboşdur. Mən girib M5-də baxanda görürsünüzmü, burada FVG-ni görürəm. Ora hələ qiymət qayıtmayıb və biz buradan birbaşa short əməliyyat açdıq. Çox tələsik bir vəziyyətdə. Yaxşı deyil bu. Görək, balıcı time frame-də biraz tələsdim elə bil ki. Çünki qiyməti biraz yuxarı qaldıra bilərlər. Əgər elə bir şey olsa, uşaqlar, bizdə burada diapazon var. Baxın, diapazon nəyə deyirəm mən? Biz görürük ki, ayda bunu mən necə edeyim, bu qəşəng göstərsin burada. Bir dəqiqə baxaq. Okey, xoşuma gəlmədi bu. Mən bunu istədiyim kimi qarşıma götürə bilmirəm nəsə. Nə demək istəyirəm uşaqlar? Burada belə bir korobkanın içində qiymət hərəkət edir. Bu nəsə o deyil, belə qaldırmaq istəyirəm o yana bu yana, nəsə getmiş. Əmələ gəlmir nəsə. Görək bizdə əməliyyat. Bu son əməliyyatlar uşaqlar, görək ayın neçəsi olub bizdə. 23 yanvarda mən trade eləmişəm son dəfə. Bu günləri ayın neçəsidir? Bu günləri ayın 28-idir. 5 gün mən burada olmamışam. Uşaqlar, 5 gündür. Və hal-hazırda gəlmişəm, ilk əməliyyatımı açıram və $250 həcmində 17 saniyəmiz qalır. Bu nə idi? Buradan çıxdı. Nə qəşəng gedirdik biz aşağı. Və $250 hal-hazırda risk altındadır və minus olma ehtimalı çoxdur, təəssüf ki. Minus. Aha. Gözləyirəm uşaqlar və görürəm ki, gözəl bir hərəkət var hal-hazırda və bu hərəkətdən yararlanmaq istəyəcəm. Amma hal-hazırda mən gözləyərdim ki, bizdə bir təsdiq olsun. Çünki burada heç bir təsdiq yoxdur. Yenə də short. Niyə görə bu qrafik yuxarı qalxmır? Okey. Aha, burada saxlasaq biz diapazonun içində hərəkət edirik hal-hazırda. Biz nəyi gözləməliyik millət? Mən nəyi gözləyirəm hal-hazırda? Mən gözləyirəm ki, primogonik məsəl üçün deyək. Görürsünüzmü, biz bu diapazonun içindəyik. Bu diapazonun içində biz hərəkət edirik. Bu diapazonun içində olduğumuza görə biz hal-hazırda bilmirik qiymət hara gedəcək və o nə qədər vaxtı burada belənçinə oynayacaq. Bu diapazondan çölə çıxmalıyıq. Liba yuxarı, liba aşağı. Yuxarı qalxıb, yuxarıda bərkisək və orada hansısa bir təsdiq alsaq, təbii ki, yuxarı əməliyyat açmaq olar. Baxaq görə 2 dəqiqəlik, gəlin belə eləyək, 3 dəqiqəlik eləyim mən bunu və $250. Hal-hazırda uşaqlar, burada tam bir təsdiq yoxdur, amma buradan sadəcə bura binarkadır, burada biraz korreksiyadan belə götürə bilirik də. Yəni Forex-də sən tam dəqiq bilməlisən ki, trend hara gedir. Burada isə xırda korreksiyadan belə götürmək olar. Görək bu qiymətimiz buradan aşağı gələcəkmi? Biraz səbirli olaq uşaqlar. Millət, fikirlərinizi yazın, aşağıda kommentariyalar bildirin. Kanala abunə deyilsinizsə abunə olun. Zəhmət olmasa gözləyirik millət. Balansı 10.000 eləsəm 5.000 yenə də çəkəcəm. Keçən də 5.000 çıxartmışdım. Həmən ondan sonra üstünü hələ düzəltdim. Yenə də hardasa ayda bir dəfə gəlir düşür də bu mənə bir 5.000 düzdür. Mən neçə gündən bir trade edirəm. 3 gündən 5 gündən bir girirəm bura. Hə də ayda hardasa bir 5.000. 5.000 balansı elə bil 5.000-də qaldırıb 100%-dir də bu. Bu super nəticədir uşaqlar. Bu çökə-çökə gedir. Hələ ki çökə-çökə gedir və diapazonun üzərindədir hələ ki. Heç bir fərqli bir şey yoxdur. Yəni bu şamlardan mən heç nə anlaya bilmərəm. Aydın olurmu sizə uşaqlar? Bu hələ ki burada konsolidasiya gedir, burada bilinmir qiymət hara gedəcək. Burada sizi gəlib məsəl üçün son saniyələrdə minus eləyə bilər, çünki o yana bu yana gedir, eyni diapazonda hərəkət edir. Okey, yaxınlaşdırıb biz baxdıqda görürük ki, bura bizdə burada bir reversal. Gəlin 2 dəqiqə müddətinə. Görək burada bir reversal olacaqmı belənçinə bir şey. Gəlib bu diapazonları vursa, oradan artıq rahat açmaq olar. Aşağı getsə, aşağı açacağıq. Bərkisi aşağıda, yuxarı getsə, yuxarı açacağıq. Əslində burada bizdə short trend gedir və bu trendin davam eləməsi daha məntiqə uyğundur. Sadəcə binarda olduğumuz üçün burada hələ ki konsolidasiya üçün mən long açdım. Birini də açım buradan. Konsolidasiya ilə breakout kimi bir şey, belə yuxarı. Ondan sonra bəlkə bir düşüş olar, amma nə bilim, bu indidən getdi. 10.000 eləyib çəkmək istəyirəm. Görək.
Minus olsaq uşaqlar gedəcəm bu valyutadan, çünki hal-hazırda bunun içində mənə sərf eləmir bu. Çox volatillidir və eyni yerdə çox dayanır. Belə yerdən qaçırıq, belə yerə girmirik. Çox risklidir, çox təhlükəlidir. Görürsünüzmü, plusda olan yerdə minus ola bilərsiniz. Hərəkət çoxdur burada və bir yerdə dayanıb hərəkət. Hərəkət olmağı yaxşıdır. Sadəcə başın götürüb getsin də, yəni hərəkət. Amma bir yerdə dayanan hərəkət kimə lazımdır ki? Görürsünüz, dayanıb bir yerdə və mənim açdığım əməliyyatların yanında hərəkət edir. Wow, qəşəng. Görürsünüzmü? Hələ də diapazonun içindədir. Yəni buradan heç bir çıxış olmayıb, heç bir giriş olmayıb. Eyni yerdə hərəkət etməkdədir. Birinci əməliyyatımız plus. Ayda o birisinə hələ 33 saniyə var. Artıq getdi, buraları götürdü və rahat bir şəkildə düşə bilər əgər istəsə. Yuxarı gedib yuxarıda bərkisək, long əməliyyatlar axtarmaq qəşəng qalxdı, qəşəng. Super, $500 bizə profit gətirdi. Aha, plusla bağlandıq uşaqlar. $250. $250 itirdik, elə bil ki $410 qazandıq. 410. Okey. Görürük ki, burada uşaqlar belə bir situasiya var. Görək burada hərəkət özünü necə inkişaf etdirəcək və necə bir gedişat olacaq. Biz burada da bir təpə görürük. Həmən o təpəni vurduqmu deyən? Hə, ora dəydik və reaksiya aldıq. Görək necə olacaq. Əgər reaksiya verərsə, bundan da balaca görək nə var burada. Mən oradakı ən xırda mikro trendi görmək istəyirəm. Okey, oranı vurdu, oranı vurdu. 2 dəqiqə $250 aşağı əməliyyat açıram. Burada gəldik, biz bu sahələri vurduq və yuxarıdan reaksiya aldıq. Sadəcə bir dənə əməliyyat açdım ki, həmən reaksiyanın davamı üçün. 5 saniyəyə niyə girdim uşaqlar? Çünki 15 saniyəni mən burada böyük time frame kimi istifadə edirəm. Görürsünüz necə bir boşluqla lower high, yəni lower low yaratmayıb və hal-hazırda bu trend burada long istiqamətdədir. Sadəcə biz buranın reaksiyasını alıb bir 50% düşüb ondan sonra long gedə bilərik. Və yaxud da ki, biz əgər burada təzədən, yenidən IFVG yaratsaq, IFVG nədir? Təlimlərimiz var, uşaqlar, baxa bilərsiniz. IFVG yaradarsa, əlbəttə ki, biz basacağıq aşağı. Short çünki gələcək, biz bunları da yığacağıq və hamısını götürüb gedəcəyik. Amma biz burada hal-hazırda yığıldıqdan sonra bərkisə yuxarılarda, biz artıq yeni high yaradacağıq. Görürsünüzmü? Qalxdıq, yığılırıq və burada hansısa bir formasyon. Nə qədər qaldı? 8 saniyə, bu heç. 2 dəqiqə $750 long əməliyyatı açıram mən buradan və biz buradan yuxarı gedirik uşaqlar. Vso, biz görürük ki, gözəl bir düşüş, yığıldılar və gedirlər yuxarı. Vso, gözləyə görə əməliyyat necə yekunlaşacaq. Uşaqlar, görürük ki, yuxarı getdiyimiz yerdə birdən-birə belə bir manipulyasiyanın şahidi oluruq və həmən manipulyasiyaya uyğun biz minus əldə edirik. Hal-hazırda mən nəyi gözləyəcəm? Mən hal-hazırda uşaqlar burada diapazondadır, yenə də bu diapazondan çıxış olmayıb, hal-hazırda gözləmək lazımdır, görək burada hərəkət necə özünü doğruldacaq, gəldilər buranı yığdılar, məncə yenə də bunlar yuxarı gedəcəklər. Çünki burada artıq necəsə trendi yuxarı qaldırırıq. Burada bir FVG-miz var və həmən FVG-dən mən çalışacağam, əməliyyat açım. $1000 həcmində götürürəm, reaksiyanı artıq aldıq, ola bilər ki, heç bura kimi gəlməsinlər. $1500 həcmində əməliyyat açıram və uşaqlar görək əməliyyatımız necə yekunlaşacaq. Uşaqlar, trendimiz çöndü, bu artıq yönləndi aşağı, fikir verin. Biz burada high yaratdıq, sonra gəldik, higher low yaratmadıq, aydın olurmu sizə? Və ondan sonra qayıtdıq və high yaratmadıq və getdik higher low-u yaratdıq.
yeni minimum əmələ gəldi burada və həmən o minimuma görə hal-hazırda bizim qiymətimiz short gedir və biz bayaqdan bu hərəkəti götürəndə onu demişdik, sadəcə belə bir manipulyasiyalara düşdük və hal-hazırda minusdayıq uşaqlar. Görürsünüzmü, çox böyük hərəkət var, tez bazar şəkildə dala-qabağa. Burada məsəl üçün gözəl bir əməliyyat götürəcəkdik, amma götürə bilmədik. Hal-hazırda isə belə bir situasiya, bu nədir qaqaş, bu bazar çox volatillidir, çox hərəkətlidir. Yəni bu qalxışlar, bu düşüşlər basırıq aşağı buradan uşaqlar. 2000 dollar. Joski bir gündür. Belə eləməyin uşaqlar. Bu nədir? Bu bazar niyə belə elədi? Gözləyə görə necə olacaq? Yuxarıdakı əməliyyatlar vəbşi. Aha, aşağıdakılara baxaq. Millət, bunları mən nəyə görə xırda-xırda açıram, bir dəfəyə açmıram? Çünki bir də görürsünüz belə oynayır, belə bir situasiyalar olanda baxırsan ki, biri minus olur, biri plus olur, amma bir dənə əməliyyat olanda birdən-birə minus ola bilir. Ona görə bölürəm, drabilkalayıram 4 dənə yerə. İfsu. Shorta çöndü, çünki hər dəfə bu minimuma doğru gedir. İndi həmən situasiya uyğun da biz burada short əməliyyat açmışıq. Bu ayaqları səhv elədik. Nəyə görə mən səhv elədim görəsən? Mən niyə görə bunu aşağı yox, yuxarı açdım? Görürsünüzmü uşaqlar? İllüziyadır, çünki bu buradan düşdü və bu strukturu qırdı. Strukturu qırdıqdan sonra burada FVG yarandı və FVG-dən gözəl bir şəkildə o aşağı düşdü. Mən özüm səhv elədim uşaqlar, görürsünüzmü? Burada isə nə baş verir? Okey, burada səhv elədim. Burada nəyin səhvini elədim mən? Wow. Karoç uşaqlar, başıma oyun gəldi, fırtınaya düşdüm, nə bilim nə. Videonun adını nə istəyirsiniz qoyun. Okey, gəldi, breakout. Demək, götürürük biz 2 dəqiqə, buradan 500 dollar. Aha, всё. Long götürürəm uşaqlar. Düşmüşük, gəlmişik və qalxırıq. Çox volatillidir bazar millət. Dəhşət volatillidir. Forex-də hələ əməliyyatım yoxdur. Dünənləri gözəl bir əməliyyat olub. Euro dollarda uçuş olub. Neyniyəcəyik biz bu günləri? Bizim ümumiyyətlə göstəricimiz nə göstərir? 2 dənə əməliyyat var, xeyr. Həmişə elə rahat olmur da uşaqlar, görürsünüz. Gələndə bir də görürsünüz, belə bir şeylər olur. Əsas odur ki, burada nəsə saxlamaq lazımdır, yəni burada. Mənim bura depozit elədiyim yadıma gəlmir millət. Hələ də diapazonda gedir, görürsünüz, çıxmayıb diapazondan. Hələ də diapazonda gedir. Əslində imkan var burada qazanmağa, sadəcə doğru hərəkət eləmək lazımdır. Bunu bir dənə biz silək buradan. Elə bilirsiniz, mən həyəcanlanmıram təbii ki. Məndə də həyəcan var, sadəcə uşaqlar o qədər görürsən ki, bunları nətərsə əvvəl kimi emosional yanaşa bilmirsən. Coca-Cola'da 75 sent xeyir deyil millət. Okey, nə oldu? Bağlandı, nətər oldu? Wow, qəşəng, axır ki biz gördünüzmü? Longa da getdilər, shorta da getdilər, neynədilər, nağardılar və yeni minimum yaratmadılar. Yeni minimum yaratmadılar hal-hazırda bunlar və bunlar long gedirlər. 1 dəqiqə, 2 dəqiqə müddətinə. Çünki burada heç nə qalmadı. Buraları yığdılar, hamısını yığdılar və hal-hazırda mən düşünürəm ki, yığdıqları kimi də yuxarı çıxıb getsinlər. Çünki burada bizdə lower high var idi. Bizdə bir high olub, amma yeni minimum olmadı. Biz buranı da vurduq, yuxarıda bağlandıq, görürsünüzmü? Belə şeylərə fikir vermək lazımdır. Bir də görürsünüz ki, belə şeylərə görə trenddə adam çaşır. Uşaqlar, məndə də olur, mən də səhv salıram, məndə də stop olur, mən də bir də görmürəm. Bilirsiniz necədir? İnsan bazara gəldi, onun ilk 20 dəqiqəsi, yarım saatı çox produktiv olur həqiqi. İnsan daha yaxşı görür. Onda verdiyiniz qərarlarla, yorğun vaxtı verdiyiniz qərarlar eyni deyil. Bu nə hərəkətdir? Biz ümumiyyətlə bu valyutadan getməliyik bu əməliyyatdan sonra. Sadəcə belə bir imkanlar verdiyinə görə qaldım mən burada. Görürsünüz, disiplinlə gedirik deyə balans hələ də dözür. Yəni balansa heç nə olmur. Nə qədər də sən ola bilər ki, marjada biraz aşağı gedəsən, dala düşəsən, amma yenə də görürsən ki, balans yaşayır və sən burdasan. Belə şeylər xoşuma gəlmir də mən. Bunu mən bilsən necə, çox belə trading kimi saya bilmirəm. Mən xoşum gəlir belə gedəndə. Yəni o getməlidir. Sən hətta burada belə trade eləyirsənsə, vaxtla fərqi yoxdur. Sən onsuz da 15 saniyəlikdə sən şamları tutursan. Konkret olaraq. Yəni neçə dənə şam müddətinə. Forex-də də sən düzgün girməlisən. Burada da məsəl üçün belə yerlərə girməlisən. Fərqi yoxdur, uzaqlaşmalıdır. Aha, 7300 dollar, elə bir ki, gəldik biz təzədən döndük.
Amma 8000 idi deyəsən biz başlayanda. Gedim başqa yerdə görək nə var uşaqlar. Asiya Composite Index bir dənə baxaq. Gözəl bir short gedir burada. Burada bizdə FVG var, görürsünüzmü? Baxın. Trendimiz short gedir və bizdə burada FVG var. Görəsən burada FVG nətər işləyir? FVG işləyir bax burada. Fərqli gedir, gedir belə, gəlir. Yox, burada biraz fərqlidir. Bu longa gedə bilər buradan. Amma short gedən trendə niyə long girəsən ki? 2 dəqiqə müddətinə biz əgər buradan keçid alsaq, qəşəng short gedir. Sadəcə hal-hazırda elə bir ki, bu dibə gedəndən sonra bir qalxır, sonra təzədən düşür, qalxır, təzədən düşür. Nəsə girmək istəmirəm, çox təhlükəli görürəm buranı. Bir dəqiqə baxaq görək başqa yerdə nə var. Euro dollarda nə var? Euro dollar taksi bir trendlə hərəkət eləyir. Görək burada euro dollar nəsə bir maksimum yaradacaq, yeni bir maksimum, okey. Oyda, yaradacaq nədir? Euro dollar götürdü, getdi ki, heç imkan vermədi ki, danışaq, söhbət eləyə bir. Nəsə izah eləyək. Aha, biraz korreksiya verin dala, biz keçid alaq. Korreksiya verin dala, biz keçid alaq. Davay birim buradan. Burada order kimi girirsən də, elə bir ki, Forex-də order kimi girirsən. Və burada sadəcə mən long getdiyini görürəm və sadəcə bu şamın bir neçə faiz ucuzlaşmağını gözləyib əməliyyatı götürürəm. Hal-hazırda yenə də mən girərəm əməliyyata, amma hal-hazırda gözləyirəm ki, okey, təsdiq. Aha, bu ayda istədiyim kimi yuxarıda bağlanmadı. Yuxarıda bağlanmalıdır. Bizim bu zonadan, məsəl üçün bu dolu şamlarımızdan, baxın belə xətt atanda biz görürsünüz, bu xətti görürsünüz. Ondan yuxarıda bağlanmalıdır şam. Şam bağlanmalıdır və onun korreksiyasında sən long girə bilirsən. Bu nə baş verdi? Aha. Getdik FVG-ni doldurduq, yoxsa doldurmamışıq hələ. FVG bura kimi də ola bilər. Görək, doldurmamışıq hələ. 49 saniyə vaxtımız qalır, 500 dollarımız risk altındadır uşaqlar. Videonu bəyənməmişiksə bəyənirik. Promokodlar buradadır uşaqlar. Götürün promokodlardan yararlanın. 32-33 saniyə bu. Short getdi ki. Vay. Euro dolların belə oyunları var, amma heç bu dəfə mənə lazım deyildi o oyun yəni. Görsən çatdırmadıq. Vay. 500 dollar da belə getdi. Görüm bir dəqiqəlikdə nə göstərir. Mən buna necə short girmək, bu long gedir axı. Yaxşı düşdü. Deyək ki buradan okey. Gəl bura biz müvəqqəti düşüş kimi qəbul eləyək və 2000 dollar həcmində short girək. Müvəqqəti düşüş. Çünki millət, mən 15 saniyədə buna baxıram. 1 dəqiqədə long gedə bilər, amma 15 saniyədə какой-то korreksiyaya görə mən burada, çünki vaxtlandır deyə pips zad söhbəti deyil də burada. Biz vaxtlandır deyə səhv eləyə bilirik. Əla, bunu götürdük. Burada biləmsinə bir short gedir. Bazı time frame-də sonra gəldi burada, yığıldı konsolidasiya. İndi millət, bu aşağı zona var, bura. Bura aşağıdan qırılıb, əgər bərkisə orada, o getdi ucu. Vapşe aşağılara gedəcək. Bu indi gəlib bunu vurmaq istəyir. Bunun hədəfi buradır. Boşluqlar saxlayırlar, bu boşluqlar doldurulur sonradan, amma bu fakt deyil ki, indi doldurulacaq və yaxud da ki, 1 saatdan sonra doldurulacaq. Onu biz bilmirik. 50 saniyəmiz qalır, görək. Ayda, ni podvadi da, ni podvadi. Dönmə də buradan da. Oyda, görürsünüzmü? Getdiyi kimi də qayıtdı. Məsəl üçün, Forex-də belə yerdə əməliyyatasında sizin stopunuz aqressiv burada olur, konservativ burada olur və yaxud da ki, necə qəbul edirsiniz siz eləncünə. Çünki buranı vursalar yuxarı artıq, burada bərkisə, mənasızdır yəni orada qalmaq. Wow, eləmə, az vaxtımıza qalıb. Əgər burada bərkisə, short əməliyyatlara davam eləmək olar burada. Aha, 8500. Götürdük bunu da. Balans bərpa oldu, deyəsən hələ üstündə pul da qazandıq. Səhv eləmirəmsə. 500 dollarla long açıram. 1000 dollar həcmində long əməliyyat. Görürəm ki, buradan uşaqlar. Как говорится, разворотный pattern. Görürsünüzmü? Bu da yuxarıda bağlanır və biz növbəti hədəf buraları götürürük ki, buralara gedirik. Buraları vurmağa gedirik. Əsasən long açılır. Yəni onları vurana kimi də bizim 2 dəqiqəmiz bitəcək və biz əməliyyatımızı görüb çıxacağıq inşallah. Görək. Yoruldum artıq. Əməliyyatlarımız gözəl bağlansın. Gedək işimizə, gücümüzə. Bu günləri çətin oldu. Balansı demək olar 50% düşürtdük, amma yenə də disiplin, hərəkət, düzgün, soyuq baş hədəfə aparır.
Vəsiyo millət, əməliyyat bağlandı. Belə deyək də GOS kimi plus. Balans $9300, $700 qalıb. Onu da eləyəndən sonra çıxarış eləyəcəm. Millət, video necə idi? Maraqlı idi mi? Nə öyrənə bildiniz? Yazın, bildirin və videolara dəstək olun uşaqlar. Hər birinizə uğur və nailiyyətlər və bolca keş uşaqlar. Bütün rəsmi linklər aşağıda, nə lazımsa Instagramda yazın və məlumatlanın. İşi öyrənmək istəyənlər akademiyamıza da buyura bilərlər və öyrənə bilərlər. Hamınıza uğur və nailiyyətlər və bolca keş əlil.